Salam Şamil Bey. Salam Sağ Bey, hoş gördük. Hoş gəlmisiniz. Teşekkür ederim. Çok güzel bağınız var. Çox sağ olun. Maşallah. Bağın ab-havası doğrudan da adamın ürəyini açır. Bu güşələr gördüyünüz bu ab-havanı yaratmaq bizim qanımızdan gələn bir şeydir. Qarabağlı Ay olduğumuz maşallah. üçün bu Qarabağ zonasında bu yaşıllıq, bu ab-hava bizdə dədə-babadan gəlmədi və biz də bunu istəmişik Bakıda bir balaca da olsa yaradaq. Maşallah yaşıllığın arasındaki bu fəvvarə bağa tamam başqa gözəllik verir. Bu landşaftla əlaqədar bu girişdə bu güşənin gördüyünüz bu dekorativ ağacların əhatəsində bir özümüz üçün deməyək, bu gözəllik üçündür, həm də özümüz üçün də böyük bir zövq edici bir fontan yaratmışıq və bu fontanın da özünüz gördüyünüz kimi gözəlliyindən ziyadə özü də bir müsbət aura yaradır insanda. Çok güzel. Açığı bu görüntü adama istirahət hissini bir anda yaşadır. Elə bil ki, kiçik bir cənnət güşəsidir. Burada bəlkə də 100-ə yaxın, 150-yə yaxın çiçək sortları var və bunlar da bu gördüyünüz bu güşənin demək olar ki, dekorativ ağaclarla, güllə, çiçəklə bunu bəsləməkdə də məqsədimiz, əkməkdə də məqsədimiz burada bir gözəlliyi, ab-havanı yaratmaq və bundan zövq almaq. Vüsal bəy, torpaq sahəsində də məlumat verim. Ümumi olaraq 14 sot torpaq sahəsidir. Qanuni olaraq da 12 sot Kupçada da qeyd olunub. Bir də Vüsal bəy, bir gördüyünüz güşədən əlavə evin arxası da meyvə bağlarıdır. Biz bunun timsalında yaxınlıqda da aşma-daşma hovuzla yaratmışıq. Bu hovuzun da bu gözəlliyi, möhtəşəmliyi bağa daha da zövq verici bir ab-hava yaradır. Bizim də istədiyimiz əslində o zövqü, o ab-havanı yaratmaq və bunu daha doğrusu özümüzün həm zövq aldığımız bir şeydir, həm də gələnlərin, qonaqların, qohumların zövqünə oxşadığı bir güşədir. Vüsal bəy, həm də biz hovuzun ətrafında balaca da olsa bir güşə yaratmışıq və bu güşədə də görün bu görünüşə, bu mənzəriyə, gəlin burada bir oturun özünüz də bir zövq alın. Mən artıq zövq alıram və inanıram ki, izləyicilərimiz də zövq alır. Vüsal bəy, həm də biz buradan bir balaca bir dəhliz yaratmışıq və bu dəhlizdən keçid bağ hissəsinə də buradan da bir baxaq və bu zövqü də bir yaşayaq. Maraqlı layihələndirmədir. Ev sanki bu gözəl torpaq sahəsini iki fərqli istirahət dünyasına bölür. Burada həm manqal zonamız var, həm də burada həm sanitar qovşağı da yaratmışıq. Yəni burada demək olar ki, bütün şərait var. Qaz var, su var, işıq var. Hər bir situasiyada burada istədiyin ab-havanı yaratmaq olur. Bir də Vüsal bəy, xahiş edirəm bura gələsiniz. Buradan yuxarıya bir mənzərə yaratmışıq. Burada həm çardaq deyirlər bizdə. O çardağın balaca bir tipajını yaratmışıq. Və burada bir həm də çıxaq yuxarı bir baxaq. Bu yuxarıdan çıxıb bu gözəlliyi də seyr etmək və bu ab-havanı yaratmağa buradan da bir baxaq və bu zövqü də bir yaşayaq. Doğrudan da bu bağın hər hissəsində ayrı bir enerji və rahatlıq hiss olunur. Elə bil bağın ikinci nəfəsi məhz bu hissədə açılır. Bildiyiniz meyvələrin çoxu hamısı var. Demək olar ki, bacardığımız qədər burada meyvə ağacları çoxaltmışıq və çox da əkmişik, barında görürük. Demək olar ki, ətrafda olan qohum-əqraba hamısı bu meyvələrdən karını da görürlər. Biz istədiyimiz o ab-havanı burada yaratmaq istəmişik. Yəni ki, bizdə o Ağdam zonasında istədiyimiz meyvə ağacları çox olur. Orada da demək olar ki, bu fakt
yaratmaq istədiyimizi burada Bakıda yaratmışıq və bunun da bəhrəsini görürük. Torpaq nəzərinizə çatdırın Vüsal bəy, çünki burada torpaq əslində münbit olmadığı üçün biz İsmaillidən, Şamaxıdan bura torpaq gətizdirmişik. Səhv eləmirəmsə 20 kamaza yaxın. Bu həm landşaftda istifadə olunub, həm də meyvələrdə istifadə olunub. Vüsal bəy, həm də burada elə həm girişdə, həm də çıxışda sayılır. Böyük bir olmasa da balaca bir güşə yaratmışıq və burada oturub bu bağın, bu quşların səsləri, bu gözəllik, bu yaşıllıq, bu çiçəklər inandırım sizə gözəl bir ab-hava yaradır insanda. Burada insan səhər çayını içib saatlarla oturmaq istəyər. Vüsal bəy, gəl indi də keçid eləyək verandamızın görünüşünə, iç hissəsindən də bir mənzərəyə bir baxağın. Bu veranda, gördüyünüz veranda böyük bir zəhmətlə tikilib. Bu apşifkasından tutmuş, bünövrəsinə qədər və çox keyfiyyətli məhsullarla tikilibdir. Demək olar ki, bunlarda bu verandanın həm görünüş cəhətdən özünüz də görürsünüz, bağa görünüşü və genişliyi insanda zövq yaradır. Böyük bir aura yaradır. Bəli, mən sizə deyərdim ki, buranın xüsusi yeri var. Əsasən də bu bağa, bağçaya belə mənzərəsi olmaq çox gözəldir. Evə iki yerdən keçid var. Həm bu gəldiyimiz ön zonadan, həm də bu verandadan keçid var. Və içəri keçən kimi sanuzel zonası. Oradan da yataq otağı. Bir də böyük bir zal hissəsidir, birinci mərtəbə. Evin sayısı nə qədərdir? 200 kvadratdan çoxdur. Veranda ilə birlikdə 300 kvadrata yaxın. İkinci mərtəbəyə də keçid eləməmişdən qabaq sizə qeyd edeyim ki, buradan pilləkənlərin hamısı təmiz fıstıq ağacıdır. Yəni ki, burada o keyfiyyət özün göstərir. Yəni bunu siz də özünüz də hiss edirsiniz. İkinci mərtəbədə də 3 yataq otağıdır və sanuzel. Ümumiyyətcə sanuzel həm birdə, həm ikinci mərtəbədə. Əşyalar qalır yoxsa çıxarılır? Evin əşyasına gəldikdə Vüsal bəy, burada özəl əşyalar götürüləcək. Nə görürsünüzsə hamısı qalacaq. Şəxsi əşyalardan başqa nə görürsünüzsə hamısı qalacaq. Sizə məlumat verim, ilk öncədən monolit bir evdir. Yəni nəyə nəzərdə tuturam? Kolonlarından tutmuş, evin üst hissəsi, mansar hissəsi də hamısı monolit betondur. Və bu da ən keyfiyyətli simentdən, almaturdan istifadə olunubdur. Vüsal bəy, buradan da ikinci mərtəbədən eyvana çıxış var. Bu eyvanın görünüşündən də bilirsiniz ki, burada həm bağın görünüşü, həm bu hovuzun, həm bu landşafın, o bayaq baxdığımız, həm ətrafın yaşıl zonu olmağı çox vacibdir. Buradan gözəl görsənir. Bəli. Bu soldakı tikili, bu əl evi kimi sayılan bir tikilidir. Burada gördüyünüz kimi sanuzel var, həm sanitar qovşağı var. Demək olar ki, bu gördüyünüz aparatdakı bütün bu işıq sistemini buna qoşulub, yəni işıq kəsilmə söhbəti burada yoxdur da. Yəni ki, bu aparat elə özü bir bahalı aparatdır. Girək indi bu tikili barəsində də məlumat verim. Bu əl evi dediyimiz bu həm mini kuxnadır, həm də gördüyünüz kimi bir həm oturmaq yeri, həm yataq otağı kimi də istifadə etmək olar. Gözəl quruluşa malikdir. Özdə qoşa daşla tikilidir. Çıxaq çölə navis haqqında da məlumat verim. Gördüyünüz kimi
rahat 3-4 maşın saxlamaq olur. Ümumiyyətcə həyətdə 10-15 maşın saxlamaq olar. Yəni bu faktı özünüz gördüyünüz kimi geniş bir ərazidədir. Bir də Vüsal bəy, bilirsiniz də bizdə ərazi olaraq bura Fatmay bağları deyilən bir ərazidir. Fatmay kəndi ayrıdır, Fatmay bağları ayrıdır. Bura çünki dənizə yaxınlığımız 1 kilometrə yaxındır. Şamil bəy, insan bu gözəlliyi görəndə niyə satılır sualı verir. Maraqlıdır. Satış səbəbi nədir? Vüsal bəy, biz Qarabağ bölgəsindən olduğumuz üçün bilirsiniz ki, Allah dövlətimizi qorusun, insanlarımızı qorusun, xalqımızı qorusun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə can sağlığı. Biz vətənimizə qayıtmaq istəyirik və bu məqsədlə də bağı istəyirik ki, sataq. Aydındır. İndi Şamil bəy, əsas məsələ qiymət. Əmlakınızın qiymətini açıqlayardınız, zəhmət olmasa. Vüsal bəy, indi həm şəraitə, həm mühitə uyğun bir hərəkət eləmək istəyirik. Çünki bura özünüz gördüyünüz kimi görünən xərclər, görünən bu landşaft, görünən bu ab-hava yaratmaq özünüz bilirsiniz ki, çox baha başa gələ bilər. Amma biz real davranırıq və start qiyməti 595 min manat. Bəli. Şamil bəy, bu gözəl bağ evini bizimlə birlikdə təqdim etdiyiniz və izləyicilərimizə ətraflı məlumat verdiyiniz üçün sizə təşəkkür edirəm. Allah xeyirli, dəyər bilən alıcı qismət etsin. Allah sizdən də razı olsun. Bir daha xoş gəlmisiniz. İnşallah xeyirlisi nədirsə Allah Taala'dan onu nəsib eləsin inşallah.